Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 10 iyun 2026 hava proqnozu Azərbaycanda sabah hava necə olacaq? Salam, hörmətli izləyicilər. Bu videoda sizə 10 iyun 2026-cı il tarifinə gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edəcəyik. Əgər gündəlik planlarınızı qurursunuzsa, səyahətə çıxmağa hazırlaşırsınızsa və ya sadəcə sabah havanın necə olacağını öyrənmək istəyirsinizsə, videonu sona qədər izləməyi unutmayın. Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumatlara əsasən iyun ayı ərzində ölkə ərazisində havanın temperaturunun əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu keçəcəyi gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Səhər və axşam saatlarında bəzi ərazilərdə buludluluğun artması mümkündür. Mülayim küləyin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə saatlarında təxminən 16-19 dərəcə isti, gündüz isə 24-29 dərəcə isti təşkil edə bilər. Azərbaycanın aran rayonlarında hava əsasən sabit və əlverişli olacaq. Gecə saatlarında temperatur 18-24 dərəcə isti arasında dəyişəcək. Gündüz isə bir çox bölgələrdə 28-33 dərəcə isti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə temperaturun daha yüksək göstəricilərə çatması da mümkündür. Qərb rayonlarında, o cümlədən Gəncə, Şəmkir, Tovuz və ətraf ərazilərdə gün ərzində isti hava şəraitinin üstünlüyü təşkil edəcəyi gözlənilir. Bu bölgələrdə gündüz temperaturunun 30 dərəcəni keçəcəyi ehtimal olunur. Şimal və şimal-qərb rayonlarında, xüsusilə Dağətəyi və dağlıq ərazilərdə hava nisbətən sərin keçəcək. Günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı istisna olunur. Bununla yanaşı şimşək çaxması halları da müşahidə edilə bilər. Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala və Qəbələ istiqamətlərində gecə temperaturu 17-22 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti arasında dəyişə bilər. Dağlıq ərazilərdə hava daha sərin olacaq. Mərkəzi Aran rayonlarında, o cümlədən Yevlax, Mingəçevir, Kürdəmir, Ağdaş, Sabirabad və İmişli istiqamətlərində isti hava şəraitinin davam etməsi gözlənilir. Bu ərazilərdə günorta saatlarında temperatur 30 dərəcədən yuxarı ola bilər. Cənub bölgəsində Lənkəran, Astara, Lerik və Masallı rayonlarında hava əsasən sabit keçəcək. Sahilyan ərazilərdə rütubət nisbətən yüksək hiss oluna bilər. Dağlıq ərazilərdə isə hava daha sərin olacaq. Naxçıvan Muxtar Respublikasında da əsasən isti və yağmursuz hava şəraiti gözlənilir. Gündüz saatlarında temperaturun yüksək göstəricilərə çatacağı proqnozlaşdırılır. Ümumilikdə 10 iyun 2026-cı ildə Azərbaycanın əksər bölgələrində əlverişli hava şəraitinin müşahidə olunacağı gözlənilir. Yağıntı ehtimalı əsasən dağlıq ərazilərlə məhdudlaşacaq. Əksər rayonlarda günəşli və isti hava üstünlük təşkil edəcək.